2026-cı ilin əvvəlində Bakının daşınmaz əmlak bazarında ən yüksək aktivlik şəhərin məhz mərkəzi rayonlarında müşahidə olunub, xüsusilə Səbail, Yasamal və Nəsimi rayonlarında. Bu, daha çox mənzil alan olub. Bu rayonların mərkəzi ərazilərində yerləşməsi, xüsusilə də inkişaf etmiş biznes, xidmət infrastrukturu və həmçinin yeni tikinti layihələrinin də bu ərazidə olması burada ev alanların sayını sürətlə artırır. Xüsusilə də Səbail rayonunda torpaq sahələrinin məhdudluğu və premium segmentin payının yüksək olması qiymətlərin daha dinamik artmasına təsir edir. Bəs bu ərazilərdə mənzillərin baha olmasının başqa hansı səbəbləri var? Bu barədə bizə əmlak eksperti Elnur Fərzəliyev danışıb. Eşidək. Artıq uzun illərdir ki, ölkənin böyük şəhərlərində, xüsusən də paytaxt Bakı şəhərindəki daşınmaz əmlakların satış qiymətlərində kəskin artımlar müşahidə olunur. Qiymət artımları daha çox paytaxtın mərkəz rayonlarında müşahidə olunur ki, bunlardan Yasamal, Səbail və Nəsimi rayonları təşkil edir. Buna əsas səbəb bu rayonlarda baş verən söküntülər səbəbindən çoxmənzilli yaşayış binalarının, xüsusən də qəzalı vəziyyətdə istismar müddətini bitirmiş binalar və fərdi yaşayış evlərinin sökülməsi səbəbindən bu ərazilərdə mənzil fondunda azalmalar müşahidə olunur və azalmalar səbəbindən də tələbatın artması qiymətlərə öz təsirini göstərir. Lakin digər tərəfdən 2025-ci ilin avqust ayından başlayaraq əmlak bazarında ciddi durğunluq hökm sürür ki, hazırki vəziyyətə qədər əmlak bazarında durğunluq baş versə də, lakin ipotek kreditlərin ayrılması səbəbindən artıq əmlak bazarında ciddi sayda müştərilər müşahidə olunur.